götür-qoy etməlidir həyatını. Quran-ı Kərim insana, bax nə deyir? Ayətlər səbəbi ilə deməli insan oxumaq lazım Quran-ı Kərimi. Və sonra deyir ki, arzuları uzandı onların, kitab əhlinin fəqasət qulubuhum, qəlbləri daşlaşdı. Deməli, Quran qəlbləri yumuşaldır, amma Quran tərk edən insan qəlbləri daşlaşır. Və sonra nə deyir? Və təqunu fəsiqin. Deyir ki, onlar fasiqlər oldular bu ilə. Deməli, insan Quran-ı Kərim qoymur insanı, yəni daşlaşmağa. Və bu barədə çoxlu faydalar var. Necə ki, Əbu Musa Əşari Bəsrənin qarilərinə nəsihət edir bu ayə ilə. Və deyib ki, Quranı oxuyun, çox arzulara getməyin, yoxsa qəlbləriniz daşlaşar və fasiqlərdən olarsınız. Amma insan Quran oxuyur, qəlb yumuşalır, arzular azalır, qəlb yumuşalır, insan salihlərdən olur, əksinə. Allah bir daha da olsun. Subhanəkə Allahum həmdikə şəhədu an la iləhə ilə əstəğfiruka və etûbü ilayk.